Salam dəyərli müəllimlər, MİQ imtahanına hazırlaşan dəyərli müdavimlər. Bugün MİQ tipli bir sualın izahını verəcəm sizlərə. Sualımız saat qurşaqları mövzusundandır və hər birimizin sevdiyi təyyarə məsələlərindən biridir. Məsələdə nə deyir? Deyir 30 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğunda yerli vaxtla saat 15:00 olarsa, 270 dərəcəlik azimutla, yəni qərbə doğru hərəkətə başlayan təyyarə 965 km/saat sürətlə 8 saat uçduqdan sonra hər hansı bir A məntəqəsində yerə enir. Bu zaman deyir, həmin məntəqədə yerli vaxtla saatın neçə olduğunu müəyyən edin və nəzərə alın ki, 30 dərəcəlik paralelin 1 dərəcəlik ölçünün uzunluğu 96,5 km-dir. Burada ilk addım olaraq nə edirik? Əvvəlcə bizə verilən məntəqəni, yəni təyyarənin hərəkətə başladığı məntəqəni çəkirik. Bu da neçə idi? 30 dərəcə şimal enliyi və 110 dərəcə şərq uzunluğu. Bunu çəkdik. Təyyarə deyir, buradan hərəkətə başlayıb qərbə doğru 965 km/saat sürətlə 8 saat hərəkət edib. Biz burada nə edirik? 965-i vururuq 8-ə. Yəni 965 saat sürətlə hərəkət edib. Gedilən yolu tapmaq üçün 965-i vururuq 8-ə. Və burada bizə nə qalır? Burada vuraq 965 vur 8 7720 kilometr. Biz bunu tapdıq. 7720 kilometrdə dərəcəyə çevirmək üçün bunu bölürük 30 dərəcəlik paralelin 1 dərəcəlik ölçünün uzunluğuna. Yəni bu neçəyə? 96,5-ə. Deməli burada nə edirik? 7720-ni bölürük 96,5-ə və bizə qalır ki, bu nə qədər buradan hərəkət eləyib? Düz çəkək. Buradan bura, deməli, 80 dərəcə hərəkət eləyib. 80 dərəcə hərəkət eləyib və bir məntəqəyə çatıb. Hər hansı bir X məntəqəsinə və ya A məntəqəsinə çatıb. Deyir, burada yerli vaxtla saatın neçə olduğunu hesablayın. Biz burada 2 addım eləyirik. 1, 80 dərəcə hərəkət eləyib. Bu 80 dərəcə, yəni bu məntəqələr arasında neçə saat fərq var? Bunun üçün 80-i bölürük 15-ə və buradan tapırıq ki, bunların arasında 5 saat 20 dəqiqə 5 saat 20 dəqiqə fərq var. Və bunların arasında olan fərq 5 saat 20 dəqiqədir. Sonra nə edirik? 5 saat 20 dəqiqə vaxt tapırıq. Bir də bu təyyarənin getdiyi yol var. Yəni 8 saatda bu yol gedib. Əvvəlcə biz 15:00-dan çıxırıq 5 saat 20 dəqiqəni. Deməli 15:00-dan 5 saat çıxanda 10:00 eləyir, 20 dəqiqənin çıxanda 9:40. Deməli bunlar arasında deməli burada 15:00 olanda A məntəqəsinin saat neçə olub? 9:40 olub. Burada 9:40 olubsa, bunun üzərinə 8 saatda gəlməliyik. Çünki artıq 8 saat keçib axı təyyarənin yolda olduğu vaxt var. Deməli 9:40-ın da üzərinə gəlməliyik 8:00. Bu da bizə verəcək 8-in üstünə 9, 17, 40. Deməli cavabımız olacaq 17:40 B variantı. Belə sualların izahı üçün səhifəmizi izləmədə qalın. Videomuzu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti izahlarda görüşəndək.